Salam əzizlərim, bugünkü mövzumuz subject and verb argument mövzusudur. Subject və verb argumentdə biz deyə bilərik ki, isimlə uzlaşan və xəbərlə uzlaşan bir mövzudur. İsimlə xəbər şəxsi və kimlikdə görə mübtədə ilə uzlaşmalıdır. Tək isim, tək xəbər, cəm isim, cəm xəbər. Tom goes to school 5 days a week. Burada 5 days a week Tom'a görə biz uzlaşdırırıq, goes yazırıq. Children go, fe'lini biz ismə görə isim cəm işlədirik. İki mübtədə and vasitəsilə birləşibsə xəbər cəm olacaq. My friend and his father are in India. Görürsünüz burada iki mübtədə my friend və his father vardır. Bunlar cəm xəbər götürür are in India. İki tək isim or-nor bağlayıcısı ilə bağlanarsa o zaman xəbər təkdə işlədir. Deməli, the cat or dog is responsible for the meals ifadəsi vardır. İki tək isimdir. Or və nor bağlayıcısı ilə bağlanıbdır. Tərəflərdən biri tək, digəri cəm olarsa o zaman xəbər özünə yaxın olan isimlə uzlaşır. The cat or dogs are responsible for the meals. Digər qaydada iki tək isim and vasitəsilə birləşib ancaq eyni insana yaxud da eyni əşyaya aiddirsə bu zaman xəbər təkdə olur. The secretary and treasurer has been arrested. The teacher and painter has just joined us. Həmişə cümlələri tərcümə edin. Argument mövzusu odur ki, cümlə tərcümə olunmadan tapmaq çətin olur biraz. Ancaq bu qaydaları da yadınızda saxlamalısınız ki, and bağlayıcısı varsa, yaxud iki mübtədə varsa, xəbər cəmdədir. Or-nor bağlayıcısı varsa, tək isimlə xəbər təkdədir. Yaxud tərəflərdən biri tək, digər cəmdirsə, o zaman xəbər yanında olan isimlə uzlaşacaqdır. Və həmçinin üzvlərin ikisinin də qarşısında z artikılı varsa, xəbər cəm olacaq. Bir sözlə z artikılı bir dənədirsə, xəbər tək, iki şeydənsə, xəbər cəm olur da. The secretary and the president have been given a warm welcome ifadəsinə baxırıq. The secretary, the president. İki dənə isimdir. Həmcinsdir də bunlar. Xəbər cəmdir. Ancaq z artikılı bir dənədirsə, the teacher and painter, müəllim və rəssam, bunlar bir dənə də bir ifadədir. Müəllim və rəssam has given a warm welcome. Yəni ki, xoş gəlmisiniz deyir də, belə deyək. İfadə edir. Və əgər iki tək isim eyni ideya ifadə edirsə, yəni vahid komponent kimi götürülərsə, xəbər tək olacaq. Biri də milk is good for breakfast. Biri də milk, çörək və süd yaxşı, breakfast səhər yeməyi üçün yaxşıdır. Və mübtədə iki sinonim və yaxın mənalı sözlə ifadə olunarsa, o zaman xəbər təkdə olacaqdır. The law and order situation in the state is under control. The law and order situation. Qayda və situasiyalar, vəziyyətdə olan qayda və situasiyalar kontrol altındadır. Yəni ki, qayda və situasiya bu yaxın mənalı sözdür və xəbəri tək götürək. Peace and prosperity is need of the day. Və ət vasitəsilə bağlanan iki ismin önündə iç və ir varsa xəbər təkdə olacaqdır. Xəbər təkdə olacaq. Each boy and Joe was present in the class yesterday. Cümlə daxilində iç və ir ifadələrini görürsə xəbəri tək verin. Bu deməkdir. Ət vasitəsilə bağlayan iki ismin önündə iç və ir varsa xəbər təkdə olacaqdır. Mübtədə Ayzəli, Nayzənor, not only but also ifadələri ilə bağlanarsa, xəbər üzünə yaxın olan mübtədə ilə uzlaşır. Görürsünüz, Ayzəli, Nayzənor, not only but also görəndə xəbəri tapın, xəbərin yanında olan
ismi tapın, o isimlə uzlaşdırın. Nə Tom, nə də Jane deyir, nə Tom, nə də Jane səhv edibdir. Yəni həm həm Tom, həm də Jane səhv edib. Nəzər olarsa heç bir səhv etməyibdir. Aşağıdakı kelimələrin əvəzləri tək xəbərlə uzlaşır. As in, as everyone, everybody, nobody, anyone, anybody, somebody, someone, each one, no one ifadələrini görürüksə, bunları biz neyini tək xəbərlə uzlaşdırırıq. As in, as-dən sonra həm tək, həm də cəm xəbər də işlənə bilər, amma əsasən tək xəbər işlədilir. None of the counterfeit money has been found. None of the ifadəsinə baxırıq. None of the students has finished the exam yet. No employer has received their salary. Each-dən sonra tək isim, tək xəbər. Each student has their own computers. Teachers-dən sonra cəmsim, tək xəbər. Cəmsim, iç cümlədə özünə qabaq cəmsim, cəm xəbərlə uzlaşacaqdır. The children were each introduced, əgər iç cümlənin daxilindədirsə, ondan qabaqki isim cəmdə olacaqdır. Xəbərdə ona istinadən veriləcəkdir. Cəmsim gəlirdi adətən. Əgər mübtəda onu təyin edən every, iç və ya no əvəzi ilə ifadə olunarsa, yenə də xəbər təkdə olar. Every gördüksə cümlənin daxilində xəbər tək götürün. Rule digər qaydada both of görürük. Biz cəmsin, cəm xəbər. Mübtədadan sonra sözünlü birləşmələr with, together with, including, as well as, accompanied by, in addition to gələrsə xəbər sözündən əvvəl gələn mübtəda ilə uzlaşır. Yəni bu ifadələr uzlaşmaya təsir etmir. Əgər biz görürüksə sözünü varsa sözündən əvvəlki sözlə xəbəri uzlaşdırın. Bu sözlər də yadda saxlayın ki, biz together with, including, as well as, accompanied by, in addition to. Kollektiv isimlər əsasən təkdə, ayrı-ayrı üzvləri nəzərdə tutulduqda isə xəbər cəmdə olur. Kollektiv isimlər əsasən təkdə işlədilir. Ayrı-ayrı üzvləri nəzərdə tutulursa cəmdə işlədilir. Və baxırıq. Sürücü mənası verən aşağıdakı kollektiv isimlərin də xəbəri təkdə olur. A flock of birds, cattle of school, a school of fish, a pride of lions, bunlar xəbəri tək götürür. Majority, minority ifadələri xəbəri təkdə işləndikdə, adətən tək işləndikdə, sözlər tək işləndikdə xəbər təkdə olur. A majority of students ifadəsində right, görürsünüz burada isim cəm, xəbər də cəm. The number of say deməkdir, number of çoxlu deməkdir. The number of cümlə daxilində həmişə say kimi tərcümə edin. Sayı uyğun gəlirsə sayı verin. Çox tərcümə oluna bilirsə çox ifadəsindən işlədin. A number of cəmsim, cəm xəbər. A number of students are standing outside the office. Tələbələrin çoxsu ofisdə, ofisin çölündə dayanıb. Mübtəda zaman, məbdə, məsafə ölçü ifadə edərsə xəbər təkdə işlədilir. $25 is not such a big amount. In my dream, dollars were falling off trees. Bu cümlədə isə söhbət hansı məbləğdən yox, dollardan gedir. Görürsünüz. In my dream, dollars. A lot of, plenty of, most of, and some of, half of, tək isim gələrsə xəbər tək, cəm isim gələrsə xəbər cəm olacaqdır. Kəsr sayılarından və faizlərdən sonra tək isim, tək xəbər, cəm isim, cəm xəbər. 30% of the news sözünə görə is reliable işlənilir. Barracks, headquarters, whereabouts,
species, sheep, deer, premises, kennels, works tək və cəmi eyni olan isimlər olduğu üçün xəbər həm təkdə, həm də cəmdə ola bilər. The company's headquarters is based in New York. Söhbət idmanda və ya komandanın oyunçularından gedərsə, xəbər cəmdə olar. England have won the World Cup. Komandanın oyuncularından gedir də burada söhbət. Sayıla bilməyən isimlər tək xəbərlə uzlaşır, bu məlumdur. Cümlədə Z və H başlayırsa, xəbər özündən sonra ilk işlənən isimlə işlədilir. There are four hard here, the case. Here-nı görürsünüz, onun yanında ismi görürsünüz, onunla xəbəri uzlaşdırın. Kitab, film, əsər, şirkət adları, tək xəbərlər, Tom and Jerry is my favorite cartoon. Bu ifadənin yanında saxlayın. Hər kəsin sevimli filmidir. Hər kəsin sevimli gizgi filmidir. Yanınızda saxlayın ki, bu tipli kitab, film, əsər, şirkət adları, xəbər tək-təkdədir. The United States is a big country ifadəsində görürsünüz United States. Səhv ilə bitən ölkə və təşkilat adlarının xəbəri təkdə olur. Görürsünüzmü? Yadınızda saxlayın. Çalışın ki, bunları kör-körənə deyil, cümlə daxilində işlədərək, yaxud da bir ifadəni deyiriksə, məsələn, a lot of ifadəsini deyiriksə, cəmsində işlədilir. A lot of books, yaxud da saymayan isimlər deyirik. A lot of nə deyə bilərik? Rice deyə bilərikmi düymən aslında? Və digər mübtədə cəmdə ifadə olunarsa, istədiyiniz the water was a bad idea. Görürsünüzmü? Suda dayanmaq pis fikirdir. Dayanmaq, nə? Makmək. Cəmd nədir? Makmək kimi ifadə olunur da, o ing ilə ifadə olunur. Xəbər təkdə işlədir. Mübtədə məsdər ifadə olunduqda xəbər təkdə. To life məsdər nədir? To ifadəsidir də. O fiilin qabağında işlədilir. Tərcüməsi də makmək deməkdir. To life is to struggle. Mübtədədən sonra mütləq cümlə gələrsə, yenə də xəbər aradakı cümlə ilə deyil, cümlə başında gələn mübtədə ilə uzlaşır. Görürsünüz, mübtədədən sonra nə gələr? Budaq cümlə gələr. The dog that is chasing the squares belongs to Brigitte. Burada xəbər hardadır? Mübtədə hardadır? Xəbər dogdur, mübtədə dogdur, xəbər də belongs-dur da. Dog belongs da uzlaşır. Ortada qalan da nədir? Təyin budaq cümləsidir də. Bu təyin budaq cümləsi nə ifadə edir? Bu dog ismini ifadə edir də. Təyin budaq cümləsində who, which, as, that nisbi əvəzliklərdən sonra gələn xəbər nisbi əvəzliyin öndəki isimlə uzlaşır. Nisbi əvəzliyin öndəki isimlə uzlaşır. Görürsünüz burada. John is one of those men who prefer G-star beer. Görürsünüz burada nə deyir? Baxın, burada who-nu görürük. Yanında mübtədə var. Digərində xəbər. Bu xəbər hansı mübtədə ilə uzlaşır? Mənlə ifadə olunar da. Ona görə biz John'un yanındakı isə izdir. Bu xəbər isə heç də bu preferyə aid deyil. Bu prefer mənə aiddir. Və digər mənə baxaq. Mathematics is my favorite subject. Burada fən kimi mathematicsdən istifadə olunur. Və my mathematics dedikdə isə my son's maths are excellent. Burada nə bildirir? Mənadan asılı olaraq cəm xəbərlə də işlədilir. Yəni ki, və onun riyaziyyatı, onun siyasəti dedikdə biz onu cəmlə ifadə edirik də. Əgər bir cümlədə həm təsdiq, həm də inşa mübtədə varsa təsdiqlə uzlaşdırır. It was the teacher, not his students who was absent yesterday. Burada deyir ki, müəllim, tələbə yox, müəllim
dünən yox idi. Müəllim yox idi. More than one ifadəsi vardır ki, more than one student has tried to cheat on the exam. More than one ifadəsindən sonra gələn isim studentdir. Singular noundur və singular verbdir. Yəni tək isim, tək xəbər. One of-dan sonra who, the one of-dan sonra isə who ifadələrini görürük. One of those who plural verb. She is one of those students who have passed the final exam. The only one of-dan sonra isə tək xəbər işlədirik. Mübtəda cəmdə işlənən isimləşmiş sifətlə ifadə olunarsa, xəbər cəmdə olmalıdır. Invert sentence-də inversiyalı cümlələrə baxırıq. İnversiyalı cümlələrdə biz deyə bilərik ki, nə deyə bilərik? Zərflə başlandıqda cümlədə inversiya baş verir, yəni xəbər mübtədadan sonra köməkçi və mübtədanın önünə keçir. Through the Golden Eagle Bridge pass thousands of vehicles every day. Bu zaman uzlaşmada xəbər özündən sonrakı isimlə uzlaşır. Pass thousands of vehicles. Clear sentence-də it was right. Bu bir ifadədir də. Clear sentence-də də. Yəni ki, burada vurğulamaq mənasında it clear deyilir. Xəbər təkdə olur. Bu zaman mübtəda tək yaxud cəm olmasından asılı olmayaraq xəbər hər zaman təkdə olur. Bizim arqumentimiz bu qədər. Bəyəndisə like edin və kanalıma abunə olmağı unutmayın. Digər mövzularda istəsəniz paylaşaram. Rey bölməsinə yazın. Mən sizə digər mövzularda izah edim. Bu qədər. Çox sağ olun.